Amerikanın Milli Okean və Atmosfer Departamentinin model təllərinə əsasən Şimal qütbündəki Arktika sirkulyasiyasının artıq yanvar ayının ikinci 10 günlüyün sonlarına doğru və üçüncü 10 günlük ərzində tez-tez zəifləməsi fonunda şimaldan daxil olması gözlənilən soyuq Arktika və Sibir siklonlarının tez-tez Avropa arasında, Qərbi Rusiyaya və Qafqazın Cənubi Azərbaycan arasında müdaxiləsi ehtimalında bir xeyli artım ehtimalı var. Hazırki model təllərinə əsasən yanvar ayının artıq 13-dən 14-nə keçən gecə və 14-ü gün ərzində artıq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin soyuması gözlənilir. Yanvar ayının 15-i, 16-sı, 17-si, 18-si, 19-unda isə artıq Qafqazın Cənubi Azərbaycan arasındakı hava şəraitinin günü-gündən daha da kəskinləşməsi, intensiv sulu qar və qarın yağması gözlənilir. Xüsusilə də Böyük Qafqaz rayonlarında, yəni Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Kasmas, Dağlıq, Şirvanda, Kiçik Qafqazın Dağkəsən, Gərəbə, Kəlbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mərkəzi Aranın Kürdəmli, Yevlax, İmişli, Ağzəbədi, Beyləqan, Sabirabad, Saatlı, Sarıyan, Neftçala, Naxçıvanın Sədrək, Ordubad, Şahbuz, Şərur, Naxçıvanın şəhər mərkəzində, yəni Arazboy düzənliklərdə, eyni zamanda Cəlilabad, Masallı, Lənkəran, Assalı, Yardımlı və Lirik ərazisində, Bakı, Abşeron, Sumqayıt ərazisində, yəni ümumi olaraq Azərbaycanın əksər rayon, qəsəbə və şəhərlərində yanvar ayının 13-dən 14-nə keçən gecədən başlayaraq hava şəraitinin kəskin soyuması, yanvar ayının 14-ü gündüz hava şəraitinin daha da soyuması, yanvar ayının 15-i, 16-sı, 17-si, 18-si və 19-unda isə prosesin günü-gündən daha da kəskinləşməsi ehtimalı var. Prosesə səbəb isə Qərbi Sibirdən və Arktikadan davamlı olaraq soyuq hava kütlələrinin, xüsusilə də Sibir siklonlarının davamlı olaraq Qafqazın Cənubi Azərbaycan arasında tez müdaxiləsi ehtimalı var. Xüsusən də Azərbaycanın şimal-şərqindən, xüsusilə Xəzər dənizinin şimal-şərqindən, yəni Qazaxıstan ərazisindən, Mərkəzi Asiyadan güclü quru soyuq Sibir siklonlarının, Sibir soyuq hava kütlələrinin Qafqazın Cənubi Azərbaycan arasında daxil olması, Xəzər dənizindəki rütubətli hava kütlələrinin bu Sibir siklonlarının bir-birinə qarışması fonunda Azərbaycan arasında mürəkkəb hidrometeoroloji prosesin baş verməsi və intensiv sulu qar və qarın yağması ehtimalı var. Bakıda yağışın yanvar ayının 14-də sulu qar keçməsi ehtimalı var. Yanvar ayının 15-i, 16-sı, 17-si, 18-si və 19-da isə başlı hava şəraitinin daha da soyuması müşahidə edilərsə, qar fırtınasının yaranması ehtimalı var. Lakin qar fırtınasının hansı intensivlikdə baş verməsi ehtimalı yaxın günlərdə kanalda yenilənmiş məlumatların təlləri əsasında yenilənmiş video bu kanalda yayınlanacaq.